Peyğəmbər mənbərdə danışır, bir nəfər öyrədilmiş bir dənə ərəb, bədəvi ərəbi. Çıxır deyir ki, kimdir Muhammed? Özlər belə. Özdə Məscid-i Səadətdə, sahabələr də orada, həmin sahabələr ki, bir xurma ilə müharibədə vuruşublar. Allahümme salli ala Muhammed. Allah Rəsulü baxır belə, deyir ki, xütbəsini kəsir, deyirsən qonaqsan, ədəbə bax. Deyirsən qonaqsan, dedi qonaq deyiləm. Sahabələr istəyir, dursun ayağa, dursun yer, Peyğəmbər buyurdu ki, sakit olun. Onun sözü mənədir. Bəlkə müsafirsən, bəlkə qəribsən, bəlkə pula ihtiyacın var, bəlkə nəyəsə, xeyr. Həzrət buyurdu ki, buyur. Dedi, sən yalancı Peyğəmbərsən. Peyğəmbər buyurdu, düz deyirsən. Dedi, sən sehirbazsan, dedi, düz deyirsən. Dedi, deyirlər, sən yetim olmuşsan. Gördü də, bundan artıq söz yoxdur da demək, getdi. İndi pul üçün gəlmişdi, oraya 5-10 manat vermişdilər ki, Peyğəmbəri təhqir elə. Getdi. Sanki elə bil Peyğəmbərə bir söz deyilmi? Peyğəmbər gəlin başladı xütbəni davam eləmək. Bir nəfər girdi, mən Muhammed. Kimdir Allahın Rəsulü? Allahümme salli ala Muhammed və ali Muhammed. Həzrət buyurdu ki, mənəm. Dedi, ya Rasulallah, mən uzaq bir dənə vilayətdən gəlmişəm. Yəməndən gəlmişəm. Mən sizi görməmişdim, siz dur imişsiniz. Siz nə qədər böyük, mötəbər insan imişsiniz. Sizin baxışınız bir dənə mömin, baxışınız bir dənə ibadət falan. Allah Resulü buyurdu, otur. Namaz qılandan sonra sahabələrdən biri qayıtdı, ya Resulallah, çox qəribə adamsınız. Dedi, niyə? Dedi, biri gəlir, ələ salır, təhqir eləyir, olmazın sözünü deyir, mən yerimdə otura bilmirəm, əsəblərim körranıb, siz deyirsiniz, düz deyirsiniz, o gəlir, tərifləyir. Allah Resulü buyurdu ki, sən də narahat olma, sabirli. Mən güzgü misalındayım, ayna. Bir adam ki, gələr, öz eybəcərliyin güzgüdə görəcək ki, pis gündəyəm, başlayacaq özünü düzəltməkdir. Güzgü insanın müəllimidir, insanın tərbiyətçisidir, insana yol göstərəndir, insanın özünü göstərir. Dedi, mən güzgü misalındayım. O birinci adam ki, gəldi mənə təhqir elədiyə, bütün eybəcərliklər onda var idi. Bütün ləyaqətsizliklər onda var idi. Nalayiq hərəkətlər hamısı onda. Onun əxlaqı düz deyildi, ona mən nə tərbiyə eləyə bilərdim? Onun tərbiyəsi düz deyildi. O ikinci adam ki, gəlmişdi, mənə təriflər dedi, o da güzgü misalındadır. O gözəllikləri özündə görürdü, mənə deyirdi. Bu İslamdır. İslamın mədəniyyətidir.